Salam, hörmətli kanal izləyicilərimiz, Günəşmə Masazlı qəsbəsində belə bir gözəl bir, möhtəşəm bir, qoşadaşla inşa olunmuş 90 kvadrat tikinti sahəsi olan evimizlə mən tanış edirəm. Xatırladım ki, evimiz bir daha şəxsi tikilidir. Sağda evimizin qonaq otağıdır, yataq otağı, mətbəximiz və solda isə sanitar qoşağımız mövcuddur. Birinci növbədə mən sizə evimizin qonaq otağını tanış edim. Xatırladım ki, evimiz mərkəzə çox yaxın bir ərazidə yerləşir. Şok marketin arxasında həyətin rahatsızına maşın daxil olub, qoşadaşdır. Evimizin hündürlüyü 3 metrdir. Patologun izolyasiyası hücum olub, qapqanı üçün bahalı qoyulub. Evimizdə yaşayış olub, sonradan restavrasiya olub, remont olunub, onu da xatırladımsa. Buraya isə mətbəxdir. Mətbəxdir, demək olar ki, bir qonaq otağı boyda mətbəxdir. Bütün kommunikasiya xəttləri qaydasındadır. İsti soğuk su xətti, kanalizasiya xətti, elektrik xətti, qaz xətti hamısı var. TV və elektrik xəttləri çəkilib hazır vəziyyətdədir. Və burada evimizin belə bir gözəl bir, möhtəşəm bir yataq otağıdır. Evimizdə yaşayış yoxdur hal-hazırda. Pəncərənin qarşısını kəsən bir maneə yoxdur. Belə bir gözəl bir, geniş bir otaqlardır. Buraya isə sanitar qoşağıdır. Və yuxarısı asma tavanla tərsis olunub, muntazına kimi qoyulub. 60'ın 1.20'yə kermogranit döşənilib. İndi isə evimizin həyət yan sahəsində evimizin fasad görünüşünə mən tanış edim. Burada gördüyünüz kimi evin giriş tərəfində, sağ tərəfində padvalı var, klovdovkası var, hörmətli kanal izləyicilərimiz. Həyəti rahatsızlığına maşın daxil olur. Evimizin fasad görünüşü bax bu formadadır. Yolu asfaltdır. Qaz, su, işıq, mərkəzi kondisioner bunların hamısı tam qaydasındadır. Bir daha mən həyət yan sahəsindən tanış edim və evimizin fasad görünüşünə tanış edim. Qiymət isə xatırladım ki 65.000 manata satışa çıxıb, sözsüz ki real alacağına yenə də endirim olunacaq. İnşallah ev olmayan insanlar Allah Taala belə gözəl evlər qismət etsin.